Açığını desəm, mənə aviabilet lazım olanda heç kimə zəng eləmirəm, heç kimi yığmıram. Sadəcə daxil oluram aviasales.az-a. Çünki mənə hər dəfəsində istənilən istiqamətə ən uyğun, ən ucuz qiyməti ilə aviasales təklif edir. Ona görə də sizə də lazım olsa, sadəcə aviasales.az-a daxil olmağınız yetərlidir. Çünki aviasales bilet satmır, ən ucuz bileti tapır. Salam hər kəsə, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Millət, sizin üçün bu günləri şəsi bir video çəkirəm və yanımızda gördüyünüz kimi albalı rəngdə belə bir 190 var. 190 mənim üçün, belə deyim, çox ayrı bir yerdədir. Mercedesdən də çox sevdiyim bəzi modellər var, hansı ki 190 da həmin modellərin içindədir bir mənalı şəkildə. Çünki məni bilənlər, tanıyanlar, hardasa 2 il bundan əvvəl bizdə də bir 190 var idi və hal-hazırda bizim ölkədə ondan dolu komplektasiyada ikinci bir 190 və o sastayaniyada o komplektasiya ilə belə desəm, bir 190 hələ də görməmişəm və bizim 190-da probegi 182 min idi. Amma bugün sizə çəkdiyimiz 190 bildiyiniz, yəni sizi 92-ci il aparacam. Çünki avtomobilimizin probegi tam-tamına 34.330 kilometrdir. Bəli, inanmaya bilərsiniz. Burada da bir dənə xırda saxlamaq istəyirəm, nə qədər başlamamışıq. Zəhmət olmasa videomuzu bəyənin, kanalımıza abunə olun, gözləyirəm, vaxt verirəm. Aşağıdadır. Bəyənmək də oradadır, abunə olmaq da bu hissələrdədir. Bundan savayı bu avtomobilimizin 34.330 kilometrdə olduğuna inanmayanlar varsa, elə indicə videodan çıxa bilərlər. Çünki əminəm və düşünürəm irəliləyən dəqiqələrdə sizi də əmin eləyəcəm ki, avtomobilimiz sözün əsl mənasında tamamilə orijinal vəziyyətdə qalır. Avtomobilin ətraflı olan videosunu keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, yadınızdadsa bir il bundan əvvəl bu tipdə bir Mercedes W210 Y55 AMG çəkmişdik. 7 ildə qarajda yatırdı və o video yaxşı izlənmə gəldi. Ümidvaram bu videoya da yaxşı izlənmə gələr və şərhlərinizdən və bəyənmələrinizdən artıq mən biləcəm ki, siz bu tip kontenti xoşlayırsınız və buna görə də davamlı olaraq bu tipli avtomobilləri tapdıqca çəkib sizə də göstərəcəm. Deməli millət, avtomobilimiz yanımızda. Beskraska falan hər şey qoydum qırağa. Avtomobilimiz 1990-cı il istehsalıdır və avtomobilin çölündə, içində, nə bilim, bagajında bütün plasmasları, bütün nə bilim, multimediyası falan hər biri zavod tərəfindən necə istehsal olunubsa elə formada qalıb və avtomobilimizin haqqında, belə deyim, kitabçası falan da var. İrəliləyən dəqiqələrdə onu da göstərəcəm. Yəni, avtomobil təmiz Nemes, Almaniyadan o vaxtı gəlmiş bir 190-dır və kitabçasında da ilk yağ dəyişməsindən bəri Almaniyada hansı tarixlərdə haçan yağı dəyişilib falan, onların hamısını mən sizə irəliləyən dəqiqələrdə göstərəcəm. Siz keçək avtomobilimizə. 190-ı çox sevirəm və 190 ilə bağlı düşünürəm ki, yetərincə məlumatım var. 90-cı ildir, belə desəm, artıq Dorestyle ilə Restyle'ın arasında olan bir maşın idi. Çünki və bu avtomobil də onu deyim ki, restyling bir avtomobildir. Çünki artıq krloda, qapıda olan bu artırmaları görəndə siz dərhal tutursunuz ki, bu avtomobilimiz restyling bir 190-dır. 1990-cı il 2 motor. İstəyirəm kapotunu da açım sizə göstərim. Orada görək nə var, nə yox. Kapotumuzu da açmaq üçün təbii ki, burada belə bir şey var. Onu qaldırırıq və budur bizim 4 silindirli dozator motor deyirlər, belə desəm. 2 motor, hər şey stok bir 190. Yəni, mən 190-ın radiatorunun əslində bu kiçilikdə olduğunu bilmirdim. Amma burada biz Behri görə bilirik. Behri gördünüzsə bilin ki, 36-da da, 190-da da bu birbaşa zavod tərəfindən qoyulan radiatordur deməli. Yəni, kapotun altı ideal vəziyyətdə. 90-cı il restylingdir deyə ABS var bu avtomobilimizdə. ABS-in blokunda bu hissədə biz görə bilirik. Biraz küləkli də hava, amma maksimum dərəcədə çalışacağım. Maşını sizə bu videoda tam göstərə bilim. Kapotumuzu da bağlayaq. Gəlin indi istəyirəm avtomobilin interyerinə keçməzdən əvvəl keçək bir arxaya tərəfə baxaq. Avtomobilimiz, yəni, tərifə ehtiyacı yoxdur. Çünki ideal vəziyyətdədir də sözün əsl mənasında və mənə xoş gələn bir şey də odur ki, bu avtomobilimizin bütün sənədləri,
Yəni texs motoru, sığortası falan hamısı da yerindədir. Yəni lazım olanda sürülür, rahat yolda sürə bilirsiniz. Amma nəzərə alsaq ki, avtomobilimizin probegi 34.330 km-dir. Ona görə də bunu adətən sürmürlər. Hansı ki, bu videoda da biz sürməyəcəyik avtomobilimizi. Sadəcə vizual olaraq sizə bu gözəlliyi göstərməyə özümü borc bildim, belə desəm. Bagajımızı açaq. Və bagajımızda maraqlı söhbətlər var. Onu da sizə izah edeyim. Bagajımızda belə bir Becker'in, görürsünüz, CD ilə olan və telefonla olan, səhv eləmirəmsə, bu da old school bir maqnitofondur, sizə belə desəm. Yəqin ki, daha sonra bu maqnitofonu qoyacaqlar bu maşına. Amma bizim məsələmiz bu deyil. Onun da yanında bu korobkanı, valla deyərdim, bəlkə heç məndə görməmişəm. Məncə deyə bilərəm, mən də görməmişəm. Köhnə bir məsələdir. Hətta düşünürəm ki, Made in Finland söhbətindəndir. Açaq, sizə də göstərim. Burada avtomobil üçün olan Nokia'nın o vaxtdan qalan bütün aksesuarlarıdır. Yəni, kağızın sarılığından məncə artıq siz hiss edirsiniz ki, bu 90-cı illərin məsələsidir. Telefonumuz da burada. Belə bir formada. O Finlanda baxacam gözdə. Harada yazılırdı o? Yox, Made in, bu Macaristandır batereykası. Amma o vaxtı var idi. Yadımdadır ki, Finlandiya yazılırdı. Nəysə, çox qurcalamaq istəmirik. Tapılmayan nostaljik, klassik bir şeydir. Bu da set formasındadır. Yəni, bütün kalonkası falan, mikrofonu, zada hər bir şey var avtomobilə qoşmaq üçün. Yəqin ki, bu da irəliləyən dönəmlərdə avtomobilə ustanovka olunacaq. Bunlar öz yerində. İndi bunları qoyuram kənara. İstəyirəm bagajın iç hissəsində sizə göstərim. Ehtiyat təkərdə göstərim. Xəbəriniz olsun. Bunlar belə. Bunları hətta qoyum içəri. Gəldik bura. Bagaj hissəsinin ən çox xoşuma gələn məsələsi bu plasmaslar var və belə desəm, cızıq-cızıq deyil, nəysə sürtülüb eləməyib. Gördüyünüz kimi, yəni muzeydən evvel uğurlamışıq bu dəqiqə avtomobili. Hətta sizə desəm, baxın, bu bagaj plasmasının üstündə olan orijinal Alman dilində olan yazısı belə üzərində qalıb. Bagajı istəyirəm göstərim sizə. Baxın, bilənlər bilir, yenə də bilməyənlər üçün də göstərim. Gözdə burada. Ay, sağ ol. Baxın, bizim zavod ehtiyat təkərimiz, damkratımız, hətta sizə desəm belə açarları falan hamısı da. Yəni, bu desəm, bax, gözlə göstərim, ürəyim partlayacaq. Bu kimdir o? Hə. Yəni, bu belə Mercedes-in özünün zavodskoy olan açar qabıdda, yəni 2 dənə 190 görmüş insan kimi əminliklə bunu sizə deyə bilərəm. Kəlbətinə kimi də içindədir. Nəysə, bunu da yerləşdirim öz yerinə. Oyaq öz yerinə. Yəni, bagaj da ideal vəziyyətdədir. Amma indi deyə bilərsiniz ki, Fəxri, mən bagajın gördük, kapotun gördük. Sən deyirsən 34 mindir. Alverçilərin sözü olmasın. Gəl gedək salona baxaq. Salondan mən biləcəm ki, bu 34 mindir yoxsa yox. Ona görə istəyirəm keçək avtomobilimizin interyerinə. Avtomobilimizin interyerindəyik. Açarımızı göstərim. Sadə 190 açardır. Bizim avtomobildə də bu açardan idi. Açarı taxaq yerinə, amma məsələ o deyil. İnteryerimiz həqiqətən ideal vəziyyətdədir. Oturacaqların belə desəm, vəziyyəti olsun, abifkaların vəziyyəti olsun, şiti və ən əsası bu avtomobillərdə olan xəstəlik mebellər çartlayır, eləyir. Gördüyünüz kimi, yəni bil ki, dünən istehsal olunub da bu mebellər, hər şey yerindədir. İnteryer haqqında əlavə nə deyə bilərəm? Bunlar bizim köhnə 190-da da var idi. Kaset qablarıdır. Yəni, misal üçün, kaseti götürdün, lazım deyil də sənə, başqa kaset qoyursan. Bunu, qardaşım, yerləşdirdin bura, hop, taxtın içəri getdi. Yəni, kaset qabısına kimi hər şey yerindədir və bayaq sizə qeyd eləmişdim ki, avtomobilimizin kitabı, servis tarixçəsi falan hamısı buradadır. Bunları da istəyirəm belə, biraz yaxına gəlsin. Yəni, bütün, yəni, məncə artıq görürsünüz və maraqlı məsələ onun
servis tarixçəsidir. Avtomobilimiz 90-cı ildir və ölkəyə gələnə kimi bütün servis tarixçəsi Almaniyada hamısı olunub və Berlin maşını olub, onu da sizə qeyd edeyim. Çünki baxın, burada sizə vərəqlədikcə göstərəcəm, bircə saniyə. 1990-cı il aprelin 18-də 1244 kilometr probegdə olanda baxın Berlin. Sonra 1900 neçədir bu? Bu Almanların dilini də oxumaq olmur. 2002-dir, nədir bilmədim. 7600 probegdə. 94-cü il. 92-dir yəqin ki bu. 94-cü il 13000 probegdə. 95-ci il 16000 probegdə. 97-ci il 19000 probegdə. 99-cu il 21987 probegdə. 99-cu il 23000 probeg. 2001-dir səhv eləmirəmsə 25000 probeg. Və sonlara doğru yaxınlaşırıq. 2003-də 29000, 2005-də 30821. Və buradan sonra da yəqin ki artıq avtomobilimiz Azərbaycana gəlib və nəzərə alsaq ki son qeyd 2005-ci il 30800 probegdə olub. Yəni bu avtomobil bizim ölkədə 4000 heç sürülməyib də, 3000 neçə isə kilometr sürülüb və ona da sürülüb deməzdim. Çünki 2005-dən bu yana 20 il keçib, artıq zarafat deyil və mən də bu kağız-şuğuz məsələsini çox xoşlayıram da. Avtomobilin orijinallığını birəbir göstərir. Burada da alman dilim olmadığı üçün sizə çox bir şey məlumat verə bilmirəm. Burada da yenə də həmin illər ərzində avtomobilin probegi ilə haqqında olan servis tarixçəsidir. Yəni, nə bilim, burada belə qeydlər falan var. Amma məsələ o deyil. Avtomobilimizin komplektasiya olaraq nəyi var desəniz, mən bu avtomobili, belə deyim, incələdikdən sonra belə qərara gəldim ki, avtomobilimiz biraz şimal regionu üçün istehsal olunub. Çünki ona görə bizim avtomobilimizdə kondisioner yoxdur və 190-larda belə bir xasiyyət var idi istehsal olunan. Ya kondisioner olanda lük olmurdu, ya da lük olanda kondisioner olmurdu. Düzdür, amma bizim avtomobilimizdə hər ikisi eyni vaxtda var idi. 4 padyomlik falan. Yenə öz maşınımı tərifləyirəm. Niyəsə? Bu avtomobilimizdə öndə 2 avtomatik padyomlik var. Arxalar işi artıq bildiyimiz formadadır. Amma məncə bu avtomobildə artıq komplektasiyadan danışmağa heç gərək yoxdur, heç onun yeri yoxdur. Belə deyim sizə. İstəyirəm, avtomobili bilirsiniz ki, sürməyəcəyik. Yəni, məncə bu avtomobil hər yerə evakuatorla gedir. Amma bu səsini sizə qulaq astıra bilərəm. Dozator motorun. Belə işləyən motor çoxdan da eşitməmişdim də 190-ın. Və bundan savayı demişdim axı şimal regionu üçün istehsal olunub. Avtomobilimizin fikir versəz orta konsolunda standart 190-larda görmədiyimiz bir şey var. Webasto. Webastonu tır şoferləri çox gözəl bilir və yaxud da ki, bu tip avtomobillər sürənlər çox gözəl bilir. Webasto bir istilik sistemidir ayrıca. Bu avtomobildə də bunu zavod tərəfindən yerləşdiriblər ki, soyuq iqlimdə, soyuq vaxtlarda Webasto sayəsində avtomobili öncədən içərisini qızdırasınız, daha sonra avtomobili xodlayıb yolunuza davam eləyəsiniz. Çox qəşəngdir. Bu avtomobilin içində saatlarla oturub sadəcə salonun öz qoxusu var. O qoxunu iynəmək üçün oturardım da, yəni belə deyim. Çox gözəldir. Yəni lükumuz da hər biri aktiv formada işləyir. Yəni avtomobildə ay filan şey işləyir, ay filan şey işləmir deyə bir şey yoxdur. Hər şey işləyir və hal-hazırda düzdür, özüm həmin illərdə yaşamasam, olmasam belə özümü 92-ci ildə Berlində 190-la fırlanırmış kimi hiss elədim sözün əsl mənasında. Millət, son olaraq da istəyirəm elə videonun axırında avtomobilimizi işə salaq və qaraja kimi hara aparırıqsa bir 20 metrəni sürə-sürə sizə də göstərim. Deməli belə, zamoku açırıq. Avtomobilimizi işə salırıq. Polabarot. Məncə bunu da göstərim. Məncə artıq gedə bilərik. Bildiyin ayrı bir dünyadır. Zaman kapsulası. Çatdıq. Millət, videomuz bu qədər idi. Zəhmət olmasa videomuzu bəyənməyi, kanalımıza abunə olmamışsınızsa kanala da abunə olmağı unutmayın. Şərhlərimizi də bildirin aşağıda bir-bir hamısını oxuyuram. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.